15 noyabr 2025-ci il bir vacib xəbəri diqqətinizə çatdırıram. Maksimum paylaşın videonu və sizdən bir ricam var. 2 saniyə vaxtınız gələcək. Kanala abunə deyilsinizsə, əgər Instagram, YouTube və TikTok'dan izləyənlər kanalımıza abunə olun. Bir bank kartı olan bir çox müştəriyə 27 noyabrdan etibarən Kapital Bank bankomatlarından nağdlaşdırma və digər bank kartlarına köçürmələrdə 1% komissiya tutulacağı barədə SMS göndərilib. Bank məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Görək nə deyir. Bank bildirir ki, nağdlaşdırma və digər yerli bank kartına köçürmə əməliyyatları üzrə komissiyasız aylıq limit hər bir müştərinin maliyyə davranışına uyğun olaraq fərdi şəkildə müəyyən edilir. 27 noyabr 2025-ci ildən etibarən bəzi müştəri qrupları üçün bir bank bankomatlarından nağdlaşdırma və bir bank kartlarından ölkə daxili digər bank kartlarına köçürmələr üzrə komissiyasız limit ləğv ediləcək. Yeni qaydalara əsasən bu əməliyyatlara 1% komissiya tətbiq olunacaq. Bank əlavə edib ki, bir bank kartlarından şəxsi vəsaitin digər bir bank kartına köçürülməsi zamanı komissiya tutulmur. Demək, dəyərli izləyicilər, mövzu ilə bağlı Əkrəm Həsənov danışıb. Görək nə deyib.